Akıl Bakdatı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin nağılı Nənənin bağçası. Biri var idi, biri yox idi. Bir nənənin gözəl bir bağçası var idi. Bağçada rəngbərəng güllər, çiçəklər göz oxşayırdı. Lalələr, bənövşələr, yasəmənlər. Ancaq onların içində ən gözəli qızılgül idi. Bu bağçaya gələn hər kəs qızılgülə xüsusi diqqət göstərirdi. Onun gözəl ətrini qoxlayır, şəklini çəkirdilər. Qızılgül öz gözəlliyinə və bu diqqətə görə çox təkəbbürlü olmuşdu. Başqa güllərlə pis davranır, özünü onlardan üstün tuturdu. Bir gün nənənin 2 balaca nəvəsi onun evinə qonaq gəldi. Uşaqlar bağçadakı gülləri görən kimi çox sevindilər və qaçaraq bağçaya getdilər. Onlardan biri əlini qızılgülə uzatdı ki, dərsin. Amma qızılgülün tikanları əlinə batdı. Uşaq qışqırdı. Nənə, bu çiçəyin üstündə çoxlu tikanlar var. Bax, əlimə batdı. Of, heç sevmədim bu gülü. Nənəsi dedi. Can, nənə sənə qurban. Gedək nənə əlini sarısın. Onlar birlikdə bağçadan çıxıb evə getdilər. Amma bağçada vəziyyət başqa idi. Qızılgül sakitcə ağlayırdı. Başqa güllər təəccüblə ona baxırdılar. Qızılgül hıçqıra-hıçqıra dedi. Mən elə bilirdim çox gözələm, amma indi başa düşürəm ki, tikanlarla doluyam. Heç kim məni istəmir. Bənövşə mehribanlıqla dedi. Narahat olma, Allahın hər işində bir hikmət var. Bu tikanlar sənə zərər gəlməsin deyə var. Əgər tikanların olmasaydı, o uşaqlar səni dərib məhv edəcəkdilər. Qızılgül heyrətləndi. Ah, sən doğru deyirsən, Bənövşə. Tikanlarım məni məhv olmaqdan qorudu. O buna görə çox sevindi və Allaha şükr etdi. Bənövşənin və digər güllərin mehribanlığı, qayğıkeşliyi qızılgülü utandırdı. O səhvini başa düşdü. Anladı ki, özünü başqaları ilə müqayisə etməməlidir və heç kimdən üstün olduğunu düşünməməlidir. Çünki dünyada hər varlığın öz yaxşı və pis tərəfləri var. Sonra qızılgül kobud rəftarına görə bütün güllərdən üzr istədi. Bundan sonra bağçanın gözəlliyi daha da artdı. Bağça sevinc və gülüşlə doldu. Bəli, əziz balalar, nağıldan da gördük ki, hər hansı şeyə görə özünü başqasından üstün tutmaq necə də pisdir. Nənənin bağçasındakı güllər kimi hər bir insanın da özünə məxsus xüsusiyyətləri var. Rəhimli Allaha əmanət olun. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.